Seçilmiş diapazonda təkrar məlumat daxil edilməsinə qadağa qoymaq. Məsələn, mən bu diapazonda Nazim adını təkrar qeyd edirəmsə, ilk ad qırmızı rəngdə fərqlənir və ekrana belə bir məlumat gəlir ki, təkrar məlumat daxil etmək olmaz. Bunu necə edəcəyimizə birlikdə baxaq. İlk öncə məlumatları daxil edəcəyimiz diapazonu seçirik. 10 menüsündən Conditional Formatting hissəsinə gəlib, Highlight Cell Rules hissəsindən Duplicate Values seçirik. Açılan pəncərədən təkrarlanan dəyərlərin hansı rəngdə olmasını istəyiriksə, o rəngi seçib OK deyirik və daha sonra diapazonu seçili formada saxlayıb, bu dəfə Data menüsündən Data Validation alt menüsünü seçirik. Açılan pəncərədə Settings hissəsinə Any Value yerini custom olaraq dəyişirik və formula hissəsinə aşağıda qeyd olunan funksiyanı qeyd edirik. Count if yazırıq, diapazonumuzu seçirik və Fn F4 ilə sabitləyirik. Daha sonra ilk xananı seçirik, mötərizəni bağlayıb alınacaq nəticəni kiçik bərabərdir 1 olaraq qeyd edirik və Error Alert bölməsinə title hissəsinə diqqət qeyd edib error message olaraq təkrar məlumat daxil etmək olmaz yazıb OK deyirik. Ondan sonra yoxlayırıq. Gördüyümüz kimi adı təkrar daxil etdikdə ilk ad fərqlənir. Həmçinin ekrana belə bir xəbərdarlıq mesajı gəlmiş olur. Lakin biz fərqli ad daxil etdikdə heç bir xəbərdarlıqla qarşılaşmış olmuyor.